Salam dostlar, mən artıq 4-cü sinifdə oxuyuram. Sizə birinci dərsliyim, körpə nəğmənin nağılını oxuyacağam. Günlərin bir günü Bəskər xoşbəxt haqqında bir nəğmə bəstələdi. Son akordları vurulan kimi nəğmə özünə ev axtarmaq üçün pəncərədən çölə uçdu. Günəşi, çölü, çəməni seyr düşündü. Dünya necə gözəldir. Bu vaxt hava gəzib dolaşıb köhnə nəğməyə rast gəldi. Ondan soruşdu: "Sən harda yaşayırsan?" Qocaman nəğmə gülümsəyib: "Bizim evimiz xeyirxah insanların qəlbindədir." O bu sözləri deyib gözdən itdi. Birdən part səsi eşidildi. Bu səs körpə nəğməyə tanış deyildi. Musiqi notlarında fərqli olaraq kobud və qorxunc idi. Aşağı baxanda əlində tüfəngi tutmuş bir ovçu gördü. Heyif ki, ceyran əti yeyə bilmədik deyə ovçu hisslə tüfəngi yerə atdı. Kolların arasında balaca bir ceyran gizlənmişdi. Nəğmə ceyrana yaxınlaşıb qulağına pıçıldayıb boynunu oxşadı. Ceyran cürətləndi. Gizləndiyi yerdən çıxıb qaçdı. Körpə nəğmə şəhərə yollandı. Nəğmə şəhərə çatanda dondurma növbəsi dayanan uşaqları gördü. Bir qız kənarda dayanıb ağlayırdı. Dondurma növbəsində duran oğlan ona yaxınlaşdı. "Niyə ağlayırsan? Çörək almalıyam, amma pulumu itirmişəm. Al bu pulu, çörək alarsan." "Bəs sən dondurma necə alacaqsan?" "Eybi yoxdur. Bugün dondurma yemərəm." "Çox sağ ol. Ünvanını söylə, sabah pulu qaytarıram." "Ünvan deyirəm, amma pulu qaytarmasam da olar. Bax, bu sarı binanın 164-cü mənzilində yaşayıram. Adım isə Anardır." Gecə düşdü. Nəğmə oğlanın yaşadığı binaya sarı uçdu. Yadında yalnız 1, 4 və 6-cı notlar qalmışdı. O do, fa, liya oxuyaraq 146-cı nömrəli mənzilə tapdı. Meşədəki həmin ovçu çarpayıda uzanıb xoruldayırdı. Nəğmə "Vay vay, həmin qəddar adam" deyib evi tərk etdi. Görünür, notların yerini səhv salmışam deyə düşündü. O notların yerini dəyişdirdi və bu dəfə do, liya, fa oxuyaraq 164-cü mənzilə gəldi. Həyətdə rastlaşdığı xeyirxah oğlan yorğanı bürünüb yatırdı. Onun üzündə xoş bir təbəssüm var idi. Elə bil bugün doyunca dondurma yemişdi. Nəğmə sevinə-sevinə onun qəlbinə girdi. Rahatca uzandı və yuxuya getdi. O yaşayacağı yeri artıq tapmışdı.